Deməli, sabahınız xeyir. Çünki sabahdır. Bu videonu çəkməkdən məqsədim odur ki, gedirik cənub turuna. Kiçik bir cənub turu eləmək istəyirik. Deməli, bugün ayın 9-udur. Bugün ayın 9-udur. Bugün ayın 9-udur, bəli. Gedirik Lerikə. Lerikdə Təbəssüm istirahət mərkəzi var, ora gedirik. Oradan da yəqin ki Lənkərana, oradan da Astarya, qaydandan Masallıya, oradan da Öyə. İndi belə bir kiçik bir tur eləmək üçün nələrə ehtiyacımız var? Düz bagajı yığmışam, əslində bunu yığmamışdan əvvəl çəkməliydim. Göstərim də. Bizə lazımdır, çox vacib. Yəni bu olmasa heç tura gedə bilməzsən. Badminton. Badminton mütləq. Badminton top. Sonra lazımdır qazan. Qazanı açırsan, içində ət. Bunlar incə detaylardır. Sonra bura dərinlərdə nə bilim manqal qarışdıran, balta, setka, nə bilim odun. Sonra bunun adı nədir? Alov gel. Sonra bizim gözəl təbiətimizin güşəsindən salyandan olan pomidorlar. Sonra bu sumkada nə var bilmirəm. Mənim kompüterim. Bunsuz heç yerə getmərəm. Burada 2 dənə oturacaq var. Hə, bir də bu masa var. Masa deyil bu. Bu masadır. Hə, masa var. Bir də sac var. Sac heç görməmişdim. Bir də sac var. Son olaraq çox vacib, mənim üçün həyati əhəmiyyəti olan 2 dənə musiqi aləti. Gitara və pandur. Və yola düşürük. Yola düşməmişdən əvvəl, bunu tut aytəm. Yola düşməmişdən əvvəl bir dənə Azərbaycan xalq musiqisini ifa eləyərək istəyirəm yola düşüm. Ondan sonra davam eləyək. Gəldik, çatdıq Lerikə. Buranın adı Təbəssüm istirahət mərkəzidir. Qonağımız da var. Bu kimdir, bu kim? Belə bir yerdir, belə kotejdir. Belə, burada bir də var. Nəfərə görə dəyişir. Sonra burada bir də, bəli, 2 nəfərli. Məncə bu balacadır, 2 nəfərli idi. Bu 3 nəfərli idi. Nə bilim, başqa biri 6 nəfərli, 4 nəfərli. Belə çayın qırağındadır. İkinci dəfə gəlişimizdir, bunu qeyd edim. Tamamilə doğrudur. Bura ikinci dəfə gəlirik. O qədər bəyəndik. Martda gəlmişdik keçən il. Xoşumuza gəldi. Orada altda qəşəng çay gedir. Birazdan buradan düşəcəyik aşağı. İndi müvəqqəti şey eləmişik. Qardaş, sən pis söz demək istəyirəm, amma başı dizimə qoyma, xahiş edirəm. Çıx get buradan. Ya məni narahat edirsən şu an. Yeməyə veçinə otur qardaş. Özüm yemək tapamıram. Sənə nə verim? Xahiş edirəm Azərbaycan danışın. Bunlar gürcü dilini danışırlar, mən heç başa düşmürəm. Mekartuli ar var. Burada sizə manqal verəcəklər. Orada odunlar var evin altında. Əslində hər evin altında quru odunlar var. Ondan götürüb belə də manqalda istifadə edə bilərsiniz. Bu bizim özümüzə məxsusdur masa. Sonra burada sacımız var. Azərbaycanımızın gözəl güşəsində olan salyan pomidoru. Bıçağımız var, bıçağımız kəsir, pomidorumuz var, əzmirik. Belə, başlayırıq sac bişirməyə. İndi manqalı yandıracağım. Buranı kəsirəm çünki manqalı yandırmam biraz uzun sürə bilər. Sonra başlayırıq yavaş-yavaş. Ya belə küçük çaplı editlər eləyəcəm bunun üçün. Всё. Manqalımız alışır. Saniyənin içində. Yəni əlimi vuran kimi alışdı. Yəni buna inanarsınız yəqin ki.
Sacımız hazırdır. Kim nə qədər istəyir desin, çəkim. Aydan bəs olanda de. Pomidor istəyirsən? Ən əzilmişin Aydana. Bir də burada Samir. O, bax yolun qırağında. Oradan çörək aldıq, təndir çörəyi. Bax belə təzə bişmiş isti-isti. Satılır yəni buradan. Yoldan alıb gətirməyə ehtiyac yoxdur. 70 qəpik. Alaydı. Qardaş dedi ki, yol pisdir, biz öz maşınımızla getmək istəyirdik. Yol pisi deyə qardaş bizi niyə yuvasına var? Həqiqətən də yol pisiymiş. Mən bura qədər öz maşınımla gəlmək istəyirdim yəni. Arkada gördüğünüz bu canavar Niva bizi gətirdi bura. Yol dəhşət idi. İndi bundan əvvəlki kadrda göstərirəm də. Mən istəyirdim öz maşınımla gireyim. Yox, mənim maşınımın 6 yolu orada qalardı. Bəlkə rul əlimdə belə qalardım şey yolun ortasında. Gedək də. Aydan bir də keçsin, yıxılsın çəkim. Yaxşı kadr alır. Aha. 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 Gəldik, çatdıq Bibiyoni şəlaləsinə. Bura gəlmək biraz çətin oldu, amma gəldik, çıxdıq. Şəlaləni çəkək. Çox qəşəng yerdir, biraz qaranlıqdır. Amma möhtəşəm yerdir. Və buradan da çay axır, burada. Aytən qardaş bizi gətirib burada Bibiyoni şəlaləsində çay qonaqlığı verir. Şəlalədən çıxdıq. 6 kilometr piyada. Gedə bilərsiniz 6 kilometr piyada? Yoxlayaq. Gedək 6 kilometr görək gedə biləcəklər. Burada qəşəng mənzərə var. Bunu gözlə görmək lazımdır. Necə gedir? Necə tərləyənə oxşursan. Yo, yorulmamışam, ələyəm. Gəlin. Şirekin şeydir. Eşeğe doğuşan diye müracaat etmək elə Azərbaycan lüğətində yox. Baxın qardaşlar. Görün qardaşıza yaraşır bu dağıl. Var kaç atır. Bakın kardeşler balon için takılmış. Sındırdın kan. Altı kilometre yolun 7 kilometrini gelmiş. Azmış. Yolda maraqlı bir şey var. Gidəndə yazıb ki, şəlalə. Şəlalə. Özde biz sol taraftan gelirik. Şelalen sağ taraf gösterir. Ayten gözünlə gördüyüm mənzərəni yazıram yaddaşa. Bax gəlirəm sən tərəfə. Gözünlə gördüyün kimdə sonra düşəcək. Yaxşı televizorda baxsana. Nəyə? Çünki hal-hazırda 4K çəkiliş edirik. Bizimki 4K göstərirdi.
...6.5 kilometr yeridik və gəldik, çatdıq maşınımıza. Maşını bura saxlamışdıq. Oh. Minək maşını ilə. Geç, qapıları bağlamışam sən Allah. Hə. Ha! Gördün ha? Bağlamışam. Sapı qalmışdır. Yerdir. Bura qəşəng yerdir. Yəni Lerikdə həqiqətən bəlkə də ən qəşəng yerlərdən biridir. Belə burada oturmağa yerlər var. Çay içməyə yeri də var. Makler kimi danışdın, nə var? Hə. Belə otaqlar var, kabinetlər. Burada belə uşaqlar var. Gəlirsiniz, burada istədiyiniz uşağı götürürsünüz, oynadırsınız. Burada şəlaləli budur. Gəldi, çatdıq. Hara? Xambulana. Gəldi, çatdıq Xambulana. Buranı qaranlıq. Yəni Lənkərana. Həsən, Lerikdəki yeri tərk elədik. Gəldik Lənkərana. Dedik biraz Xambulanda fırlanaq. İndi buradan sonra hara gedəcəyik deyəcəyik. Xambulana gəlmək üçün gəlirsiniz, birbaşa aşağı düşmürsünüz. Birbaşa aşağı düşsəniz cərimələnə bilərsiniz. Ona görə gəlirsiniz girişdən, göstər. Belə bir bilet alırsınız. Biletin adam başı 2 manatdır. Yəni neçə nəfər olduğunuzu deyirsiniz, yazırlar orada. Məsələn biz 6 manat ödədik, sonra düşürsən aşağı. İstəsəz burada çay da içə bilərsiniz. Çay içməyə yeri də var. Xambulana xoş gəlmisiniz. Özüm sürüm yavaş-yavaş. Sürə bilirsən? Şeydirsə, əgər usuludursa hə. Uslu. At qaçırtmasın səni. Ha, bu yolla. At sürə bilirsən sən? Mən niyə bu özəlliyi bilmirəm? Niyə şey sürmədin? Xanabadda. O halal deyil sənə. Zarafası mən bu qədər şokdayam da, sənə at sürdüyü bilmirdim. Dostlar, sən Allah, qardaşlı at yaraşır. Bakın orada yerləncək qalıb suyun içində. Oradan düşmək olur da, buradan ora qədər yox. Bax, burada yerləncək var, yanındadır. Hadi bu öyleydi də, orada şəklim var. Həqiqi ürək bulanmır. Mən gedirəm. Xambulanın ən yaxşı mənzərəsi Hirkan terasdan. Belə qaçaq gəlir pəncərə. Amma hızını alaraq. Nəzər alın ki, bura termosla zatla gəlmək lazımdır. Çünki buradakı restoranların artıq heç biri fəaliyyətdə deyil. Yalnız burada yəni otura bilərsiniz. Əvvəl burada otururdunuzsa çay da içməliydiniz. İndi yəni sadəcə otura bilərsiniz. Beləncə, məsələn, Aytən kimi belə çəkə çəkdirə bilərsiniz. Maşa kimi. Qardaşlarla gəldik, çatdıq Astara bulvarına. Astara bulvarına biz gəlmişdik yayda. Bura göstərim, bax burada həm belə bulvar var. Həm də bu tərəf dənizdir. Yəni oralıq plyajdır əslində. Əslində bura indi biraz baxımsız da. Yay vaxtı buralığı düzəldirlər, deyirlər. Burada belə bisetkalar falan. Yəni bura əməlli başlı plyaj olur. Biz yayda gəlmişdik, burada millət olur da, yəni qəşəng olur. Yayda gəlmək olar bura. Amma hal-hazırda bunlardan başqa heç kim yox. Burada. Düşdük sahilə. Belə möhtəşəm təmiz deyil. Təmiz deyil, yəni kirli də deyil. Yəni bunlar sadəcə qumdur, ağ qum, nə deyirlər ona. Biz çaqqanaq deyirik. Siz nə deyirsiniz bunlara? Balıqlar, balıqlara biz başqa şey deyirik. Bu çaqqanaqdır buna. İndi isə gəldik, çatdıq Sıma. Gəlmişik Sım kəndinə. Öz maşınımızla bir yerə qədər gəldik. Sonra yol pisləşdi. Oradan da bax, buradakı Nivalar dayanırdı orada. Nivaların birinə 10 manat verdik. Bizi qaldırdı bura, amma buradan öncə o tərəfə ayaqla getmək lazımdır. Təxminən
600-700 metr yoldur. Belə meşənin içindən gedir. Bura şey eləyiblər. Setka seçiblər. Biz gələn vaxtı yox idi, yadında da Aytən. Buradan çıxanda bilmirəm. Hə. Burada yox idi, təzə eləyiblər. Gəldik, çatdıq Sım şəlaləsinə.